Hörmətli izləyicilər, bura İmişli rayonun mərkəzi xəstəxanasının Muradalı kəndində həkim ambulatoriyasıdır. Gördüyünüz kimi saatlarımız 10:25-i göstərsə də hələ də qapı açıq deyil. Xəstəxanadan verilən məlumata görə onlarda iş saatı saat 9 tamamda başlasa da tibb məntəqəsinin rəhbəri Aybəniz xanım hələ də iş yerində deyil. Burada da yazılıb ki, sistem qoşturmaq qeydiyyatı. Demək, burada yalnız sistem qoşturmaq üçün müraciət edə bilərlər. Gündüz qar oldusan, eləmi? O mənə çəksin. O mənə qapı var. İndi sən burada nə işləyirsən? Ha? Nə işləyirsən? Heç saat? O tək gündüz axırında mən nə daxil? Yox, nə işləyirsən sən burada?